Dostlar, akşamınız xeyir olsun. Ümidvaram ki hər kəs çox yaxşıdır. Söz verdiyim kimi sizə bu tərz videoları necə hazırlayacağımı izah edəcəkdim və hansı AI saytlardan istifadə etmişəm, hansı şəkillərdən necə istifadə etmişəm, hər birini detallı şəkildə izah edəcəm. Siz rahatlıqla istifadə edə biləcəksiniz. Başlayaq videomuza. İlk öncə mən Əqrəb Mövsümü serialından epizod götürmüşdüm və bu hissəni screenshot eləmişdim özüm kompüterdən. Və əldə etdiyim şəklin keyfiyyəti aşağı olacağı nəzərə alaraq, mən istifadə etdiyim sayt Pixar saytıdır. Pixar saytında bu şəkli yüklüyorsunuz və buradan şəklin keyfiyyətini artırır. Buradan da görmək olur şəklin keyfiyyətinin artıb azalmasını, yəni əvvəlki və sonraki versiyalarını görmək olur. Daha sonra isə mən burada yükləmişəm. Hər şeyi buradan da baxa bilərsiniz. Screenshot budur. Onun keyfiyyətinin artırılmış versiyası budur. Daha keyfiyyəti artırılmış formadadır əvvəlkinə nəzərən. Və daha sonra növbəti addımımız ChatGPT-yə daxil olaraq bu şəklimizi yükləyib və altından belə bir prompt yazırsınız. Pixar tərzinə çevirmək, digər tərzlərə çevirə bilərsiniz, Ghibli və s. digər animasiya tərzlərinə çevirə bilərsiniz. Bu tərzə çevirdim. Mənim əvvəl istifadə etdiyim şəkil üzərindən izah edəcəm sizə. Bugün istifadə etdiyim prompt üzrə bu yazdığı şəkildir. Əvvəl istifadə etdiyim şəkil üzrə yazılan şəkil ChatGPT-də bu şəkil idi və bu şəklin üzərində izah edəcəm sizə. Bu şəkildə isə göründüyü kimi, bu şəkildə göründüyü kimi ölçü mənim Instagram paylaşım ölçüsünə uyğun olmadığına görə əlavə başqa bir saytdan da istifadə etdim ki, ölçünü Instagram ölçüsünə uyğunlaşdırsın. O saytımızın adı isə buradadır. Pixelcut saytından istifadə etmişəm. Şəklimizi bura yükləyirik, generate eləyirik və şəklimizin ölçüsü uyğunlaşır və diqqət eləyin ki, bəzən əldə problem olur, bəzən boşluq qalan hissənin doldurulmasında problemlər olur. Ona da nəzərə alın. Əgər hansı bir problem yaşasanız, burada geri qaytarma düyməsi var. Ondan istifadə edib yenidən generate edib düzəliş edə bilərsiniz. Mənim ölçünü genişləndirilmiş formada əldə etdiyim şəkil isə bu idi və normal olaraq qəbul elədim. Və keçək əsas məsələyə videomuza. Videomuzun hazırlanması üçün mən sizə 3 dənə video saytı, 3 dənə AI saytı göstərəcəm. Təbii ki, hər birində müəyyən problemlər var və biraz uzun çəkir. Generate olunması uzun çəkir. Bunu da nəzərə alın və baya bir uzun çəkmişdim mən hazırlayanda. İlk göstərəcəyim saytımızın adı budur. İlk göstərəcəyim saytımızın adı budur. Və buradan daxil olaq. Burada create video bölməsinə daxil oluruq. Create video. Burada şəklimizi yükləyirik. Keyfiyyəti ölçüdə genişləndirilmiş şəklimizi yükləyirik bura. Burada promptumuzu yazırıq. Daha sonra generate eləyirik. Mən əvvəllədiyim generate'lər, hazır videoları var. Onları göstərmək istəyirəm sizə. 6 saniyəli idi bu videolar. Daha sonra başqa bir videomuzu göstərim sizə. Daha sonra başqa bir tərzdə hazırladığım videolar da var. Fikir verirsiniz, burada ağız hissəsində anormallıqlar var. Daha sonra başqa bir tərz var burada. Və aşağıda düşən loqosu var. Bu loqoya loqo o qədər də sizi narahat eləməsin. Çünki yəqin ki, siz videoları istifadə edəndə CapCut və sair digər proqramlardan istifadə edəcəksiniz. Orada istifadə etdiyiniz zaman bunu kəsmək olur rahatlıqla. Şəklimizi videonun ölçüsünü biraz böyüdəndə yazı hissəsi itir. Aha, bir bu saytımızı sizə göstərdim. Daha sonra Kling AI saytı var. Bir də bunu göstərim sizə. Burada da video generation bölməsinə daxil oluruq. Burada promptumuzu yazırıq. Burada şəklimizi yükləyirik bu hissəyə. Və videomuz hazır olandan sonra baxa bilirsiniz. Mən də burada bəzi videolar hazırlamışdım. Onları sizə göstərim. Burada 10 saniyəlikdə qoymaq olur. Bir də bir video. Daha sonra ikinci bir tərz video var burada. Belə bir video da var burada. Və sonuncu məsləhət görə biləcəyim başqa bir sayt isə Hedra saytıdır. Burada isə məsələ nədir? Burada promptumuzu yazırıq. Əvvəl yazdığım promptu burada qeyd eləmişəm. Promptumuzu burada qeyd eləyirik. Ölçünü buradan ayarlayırıq. Instagram ölçüsünə uyğun budur. Ayarlayırıq. Daha sonra burada audio script bölməsi var.
Hansı ki, yəni burada əqrəb mövsümündə olan hissəni skript eləyib, ekran skrini eləyib, yəni səs kaydını alandan sonra bu hissəyə yükləyə bilərsiniz. Audio bölməsinə yükləyə bilərsiniz. Burada isə image frame var. Yəni hansı şəkildən istifadə edəcəksinizsə, həmin şəkli bura yükləyə bilərsiniz və generate edə bilərsiniz. Mən həmin generate eləmişəm. Həmin videonu da göstərim sizə. Bunu yükləmişdim. Buradan göstərim. Burada fikir verdiyinizdə qaş problemləri var və diqqət problemi var. Hansı ki, bu oğlana baxıb danışılır. Bu məsələlər, problemlər olduğuna görə mən bundan istifadə etmədim. Mən ona görə bu videodan istifadə etdim. Halio AI saytındakı olan videolardan istifadə etdim. Və 3 video yükləmişdim. O şəkildə istifadə etdim. Belə və hər birinin fərqli-fərqli promptlar istifadə etməyə çalışdım ki, fərqli şəkildə videolar çıxsın. Belə. Və sonundakı nəticələri ümumi göstərə biləcəyim sizə addımları ümumi şəkildə bu formada göstərə bilərəm sizə. İlk öncə skrini əldə eləmişdim. Skrini əldə etdikdən sonra onun keyfiyyətini artırdım. Daha sonra ChatGPT istifadə edib Pixar style'a çevirdim və biraz ölçüsünü genişləndirdim. Daha sonra bu şəklin özünün də ölçüsünü avtomatik genişləndirib sonra ChatGPT-yə ata bilərsiniz, onu da yoxlaya bilərsiniz. Mən bu yoldan izah elədim sizə, onu da edə bilərsiniz. Ölçü genişləndirdim. Daha sonra isə sizə göstərdiyim AI saytlarından şəkli videoya çevirdim. Bu şəkildə hazırladım. Ümidvaram ki, sizin üçün yararlı oldu. Siz də öz dizaynlarınızda istifadə edərsiniz, məmnun qalarsınız və bildiyiniz başqa bir yol varsa da siz də mənimlə bölüşəsiz, şad olaram. Hazırlayacağınız işlərinizə sizə uğurlar arzulayıram.